şeytanın addımlarını izləməyin. Yəni addım gedirsən günaha, düzdür? Bugün birini elədin, 5 gün sonra ikincini edirsən, 3, 4, 5, bir baxsan ki, artıq batmırsan günahlarda. Günahdan qayıtmaq da belədir. İnsan peşman olduqca nə edir? O günahdan yavaş-yavaş qırılır. Ona görə hər insan özünü hesaba çəkəndə o addım qırılır ondan. Yox, əgər peşman olmasa, yəni və ya özünü bilməməzliyə vursa, görməməzlikdən gəlsə, 10 ildə qalsa günahdan əl çəkəməyəcək. Ona görə günahdan əl çəkmək üçün, yəni sehirli bir şey yoxdur. Deyim ki, ged minbərin altına 5 dəfə belə fırlan keç, çıxacaqsan, elə şey yoxdur. Yəni belə ümumiyyətlə qayda yoxdur. Və ya getsən Kəbəni 10 dəfə tavaf elə, 7 dəfə tavaf elə, 10 dəfə yəni 10 belə deyək də təkrar 70 dəfə tavaf elə, sən belə olacaqsan, yox, mümkün deyil. İnsan özünü təmizləməsə, etdiyi əməllər onu təmizləmir. Etdiyi məsələ var, niyə görə? Bizim ümumiyyətlə İslam dünyasının problemi nədədir? Yəni baxın, hamı namaz qılır. Müsəlman dünyasında əksər insanlar namaz qılırlar. Cəmaət namazından çıxır, görürsən ki, köhnə hamam köhnə tas. Niyə? Yəni qüsur namazdadır mı? Qüsur namaz qılan insanın özündədir. Yəni bax, insan gəlir namaza, deyir ki, məsəl üçün, ritualdır da sadəcə olaraq. İqamə verdi, Allahu Ekber, Elhamdülillah, oxudu, Səmiyyəllahu limen həmdə, Əssalamu aleykum, durdu, çıx getdi. Namaz bu deyil əslində. Namaz, sən namazı nə üçün qılırsan? Kimin üçün qılırsan? Sən kimin qabağında dayanmısan? Rəbbin sənə baxır namazda, səni görür namazda. Bunları qəlbivə gətirməkdir. Bunu istihdar deyilir buna. Yəni sən bunu gətirməsən özbə, təsəvvüründə bunu canlandırmasan, sən namazdan tərbiyələnməyəcəksən. Amma sən namazı o keyfiyyətdə qılanda, necə ki, necə deyilir qaydada ki, namazı qılanda elə ki, sanki axırıncı namazındır. Nə deməkdir bu? Sanki sən bu dəqiqə öləcəksən, aparacaqlar səni, vəssalam. Əminsən ki, öləcəksən. Bu, müvəddi' budur. Vidalaşan bir insan. Yəni, belə olanda adi bir namaz, gündəlik bizim bəsit gördüyümüz bir ibadət, halbuki hamımız bilir ya, böyük əzəmətli ibadət, amma adi yanaşırıq əslində. O ibadət belə bizi neyniyər? Təmizliyə çıxarır. Allah təala buyurur ki, İnnə salatu tənhə anil fəhşəi vəl münkər. Namaz insanı pis və çirkin işlərdən çəkindirər. Hansı namaz çəkindirər? O namaz ki, sən o namazı layiqincə qılırsan.